İslam dini ən yüksək əxlaqi keyfiyyətləri əmr edir. İstənilən pis əxlaqı isə qadağan edir. Peyğəmbər sallallahu aleyhi və səlləm öz ümmətinə tövhidi, qəlbi günahlardan təmizlənməyi və əxlaqı dirçəltməyi buyurmuşdur. O buyurur: "Mən yalnız ən gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmişəm." Əhməd 89-39. Peyğəmbər sallallahu aleyhi və səlləm bu xüsusda səhabələrinə və ümmətinə ən gözəl nümunə oldu. Ənəs, Allah ondan razı olsun, demişdir: Allah elçisi sallallahu aleyhi və səlləm söyüş söyməzdi, çirkin söz danışmazdı, lənət etməzdi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Sizə qiyamət günü mənə ən sevimli və ən yaxın olan şəxslər barədə xəbər verimmi? Ən gözəl əxlaqa sahib olanlar. Əhməd 17-732. İslamın təşviq etdiyi ən böyük əxlaqi keyfiyyətlərdən biri də səxavətli olmaq və öz malını başqaları üçün sərf etməkdir. Ailəsini, həmçinin müsəlman bacı və qardaşlarını özündən üstün tutmaq və onların ehtiyaclarını öz ehtiyaclarından önə çəkmək, ailəsini, həmçinin müsəlman bacı və qardaşlarını özündən üstün tutmaq və onların ehtiyaclarını öz ehtiyaclarından önə çəkmək səxavətin ən böyük nümunələrindəndir. Uca Allah Quranda ənsarları, Mədinə əhlini bu xüsusiyyətlə vəsf edərək buyurur: Onlardan, mühacirlərdən öncə Mədinədə yurt salmış, sonra da iman gətirmiş kimsələr, ənsarlar, öz yanlarına hicrət edənləri sevər. Onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymaz. Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin təmahından qorunan kimsələr nicat tapanlardır. Əl-Haşr 9. Bu ayənin nazil olmasının səbəbi vardır. Əbu Hüreyrə, Allah ondan razı olsun, rəvayət edir ki, bir kişi Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəlib ehtiyac içində olduğundan şikayət etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm zövcələrinə yemək üçün xəbər göndərdi. Onlar dedilər: bizim evimizdə sudan başqa bir şey yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: bu kişini kim qonaq edər? Ənsarlardan olan bir kişi dedi: mən edərəm. Həmin kişi qonağı evinə apardı və zövcəsinə dedi: Allah elçisinin qonağına hörmət et. Qadın dedi: evdə uşaqların yeməyindən başqa heç nə yoxdur. Kişi dedi: yeməyini hazırla, lampanı yandır. Uşaqlar yemək istəyəndə onları yatızdır. Qadın yeməyi hazırladı, lampanı yandırdı, uşaqları yatızdırdı. Yeməyi qonağa təqdim etdilər. Sonra qadın güya lampanı düzəldirmiş kimi etdi və onu söndürdü. Beləliklə, ikisi də özlərini qonağa yemək yeyirmiş kimi göstərdilər, amma özləri ac yatdılar. Ertəsi gün səhər kişi Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gəldi. Peyğəmbər buyurdu: Allah bu gecə sizin əməlinizə güldü, yaxud təəccüb etdi. Sonra Uca Allah bu ayəni nazil etdi. Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutdular. Əl-Həşr 9. İndi isə Ayşənin, Allah ondan razı olsun, danışdığı bu hekayəyə diqqət edək. Bir dəfə kasıb bir qadın iki qızı ilə yanıma gəldi. Mən ona 3 xurma verdim. O, hər qıza bir xurma verdi, 3-cü xurmanı isə özü yemək istədi. Lakin qızları 3-cü xurmanı da ondan istədilər və o, həmin xurmanı da bölüb qızlarına verdi. Mən bu işə heyran qaldım və bunu Peyğəmbərə sallallahu aleyhi və səlləmə danışdım. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Allah ona bu əməlinə görə cənnəti vacib etdi, yaxud onu cəhənnəmdən azad etdi. İbn Hibban 448, Muslim 26-30. İbn Huzeyfə Əl-Ədəvi, Allah ondan razı olsun, rəvayət edir ki, Yarmuk döyüşü günü yaralılar arasında əmim oğlunu axtarmağa çıxdım. Öz-özümə düşündüm: əgər hələ sağdırsa, heç olmasa ona su içirdim. Onu tapanda dedim: sənə su verimmi? O işarə ilə mənə bəli dedi. Birdən yaxında olan bir nəfərin ah səsi gəldi. Əmim oğlu işarə etdi ki, əvvəl onun yanına get. Gördüm ki, o Hişam ibn Əl-Asdır. Allah ondan razı olsun. Ondan da soruşdum: sənə su verimmi? O da işarə edərək bəli dedi. Birdən yaxında olan başqa bir adamın ah səsi gəldi. Hişam işarə etdi ki, əvvəl onun yanına get. Onun yanına çatanda gördüm ki, o artıq ölüb. Qayıdıb Hişamın yanına gəldim, gördüm o da vəfat edib. Əmim oğlunun yanına qayıtdım, gördüm ki, o da vəfat edib. İbn Mübarək Əz-Zuhd 116. Məqaləmizi bu hekayə ilə bitirmək istərdim.
Əbu Musa Əş'əri, Allah ondan razı olsun, ölüm ayağında övladlarına vəsiyyət edərək belə dedi: Ey övladlarım, çörək sahibini daim xatırlayın. Övladları soruşdu: Çörək sahibi kimdir? Əbu Musa, Allah ondan razı olsun, dedi: Əvvəlki ümmətlərdə bir abid vardı. O, 70 il ibadətlə məşğul olmuşdu. İbadətini bir dağda olan düzəldilmiş otaqda edər, yalnız ildə bir dəfə şəhərə inərdi. İllərlə Allaha bağlı qaldı, lakin bir gün şəhərdə şeytan onun gözündə bir qadını bəzəyib gözəl göstərdi. Adam yoldan çıxdı və 7 gün, 7 gecə onunla günaha batdı, zina etdi. Sonra bəsirət gözü açıldı və qəflətdən oyandı. Oyanıb günahını anladı və dərindən peşman oldu. Evdən çıxdı, göz yaşları içində hər addımında səcdəyə qapanaraq Allaha tövbə etdi. Gecə düşəndə yol onu bir daxmaya gətirdi. Orada 12 miskin qalırdı. Yorğunluqdan taqəti qalmamışdı. Özünü onların arasında atıb uzandı. Adəti üzrə bir rahib hər gecə həmin kasıblara çörək göndərirdi. Hər kəsə bir çörək verirdi. Tövbə edən adamı da miskin sandılar və ona da bir çörək verdilər. Sonda 12 nəfərdən biri çörəksiz qaldı. Kişi çörək paylayana dedi: Mənim çörəyimi niyə vermədin? Mən də acam. Çörək paylayan cavab verdi: Mən kiməsə 2 çörək verdimmi? Hər adama bir çörək paylamışam. Bu gecə sənə artıq verə bilməyəcəyəm. Tövbə edən kişi bunu eşitdi. Ona verilən çörəyi götürdü və çörəksiz qalan adama uzatdı. Səhər açılanda tövbə edən kişi artıq ölmüşdü. O zaman mələklər onun əməllərini ölçdülər. 70 il ibadəti ilə 7 gecəlik günahını tərəziyə qoydular. Bu zaman günah ağır gəldi. Sonra həmin 7 gecəlik günahı verdiyi çörəklə tərəziyə qoydular. Çörək üstün gəldi. İbn Əbu Şeybə Əl-Musannəf 13 184-185